problem nədə idi? İşçilərdə yoxsa idarə etmədə? Zaten hər bir biznesin əsas məqamı, əsas təməli komandadır. Komandanı idarə etməsən, ümumi olaraq bütün bizneslərdə əsas komandadır. Əgər onu idarə edə bilirsənsə, əgər işləri düzgün sistemləşdirə bilirsənsə, o zaman sənin işin uğurlu olur. Amma burada bir belə çətinlik yaranırdı ki, mən bir usta kimi fəaliyyət göstərirdim və müştərilərlə sadəcə çalışırdım. Komandanı necə idarə etmək, hesabatları necə eləmək, məhsulları necə sifariş eləmək bir adam üçün yox, bir neçə adam üçün, bunların təhlilini etmək, yəni bu cür şeyləri mən bilmirdim. Mühasibatlıq nədir, qanunvericilik nədir və sahibkar artıq sən əgər sahibkarlığa keçirsənsə, sən tam gərək işi buraxasan. Mən sonunda başa düşdüm ki, əgər mən həqiqətən də bir sahibkar kimi inkişaf etmək istəyirəmsə, mən gərək artıq fəaliyyət göstərməyim bir usta kimi. Çünki salonu açanda mən hələm bir 8 ildir fəaliyyət göstərirdim. Güya ki, mən idarə edirdim. Mən düşünürdüm ki, mən idarə edirdim. Əslində etmirdim. O zaman da çoxlu çətinliklərlə üzləşməyə başladım. Nə zaman ki, mən işimi tam buraxdım, tam idarə etməyə keçdim, ofis işinə keçdim. O zaman mən həqiqətən də sahibkara çevrildim.